Salam. 15 mart 2026-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11-ci siniflər üçün nəzərdə tutulmuş buraxılış imtahanının riyaziyyat suallarının izahına baxaq. Birinci sualımız verilən kəsirin sürətini vuruqlara ayırsaq, bu olur 5a çıxılsın 4, 5a üstəgəl 4 bölünsün 5a üstəgəl 4. Burada 5a üstəgəl 4-lər ixtisar gedir, qalır 5a çıxılsın 4, yəni D variantı. 62-ci sual. Verilən funksiyada f3-ü soruşur. f3, yəni verilən funksiyada x-in yerinə 3 yazmaqdır. 2 vurulsun 3 üstəgəl 3 bölünsün 3-ün kvadratı üstəgəl 2. 2 3-ün 6, 6 üstə 3 9, 3-ün kvadratı 9, 9 üstə 2 11 y variantı. 63. Trapesiyanın sahəsini soruşur. Trapesiyanın sahəsi oturacaqlar cəminin yarısı bölünsün, vurulsun 12-yə bərabərdir. Yəni a plus b bölünsün 2 vurulsun h-dır. 2 üstə 4 6 yarısı 2, deməli 2 üstə 4 6, 2-yə böləndə 3, 3 12-nin 36 y variantı. Çoxluqları verilmişdir. A ilə B-nin fərqini soruşur. Yəni A-da olub B-də olmayanlar 1-dir, 2, 3-dür və 5-dir. 1, 3, 5 D variantıdır. A-da olub B-də olmayanlar bir də baxaq. 1, 2 var götürmürük, 3 yoxdur, 4 var götürmürük, 5 yoxdur, 6 var götürmürük. Belə. 65-ci suala baxırıq. Biraz səhifələrin yeri qarışıqdır. 65-ci sualda 12A-nı mötərizə xaricinə çıxarsaq, yerdə qalar A çıxılsın 2, yəni A variantı. 66-cı sual. Permutasiya 4 elementdən 4 elə 4 faktorial deməkdir. Üstəgəl permutasiya 3 elementdən 3, 3 faktorial deməkdir. 4 faktorial 1 vur, 2 vur, 3 vur, 4, 3 faktorial 3 vur, 2 vur, 1-dir. Bu 24 olur, bu da 6-dır. Doğru cavab 30. 67-ci sual. Kosinus 271 dərəcə. 271 dərəcə düşür 4-cü rübə. Kosinus 4-cü rübdə müsbətdir. Yəni kosinus 271 dərəcə böyükdür 0-dan. Tangens mənfi 187. Tangens tək funksiya olduğu üçün mənfisi gəlir qarşıya, olur mənfi tangens 187 dərəcə. 187 dərəcə 3-cü rübdür. Tangens orada müsbətdir, amma qarşıdakı mənfiyə görə o mənfi olur. Yəni A-sı müsbət, B-si mənfi A variantında. Sonra necə? 68-ci sual. Əsaslar eyni olduğu üçün burada 16-ların qüvvətlərini toplayırıq. 136 üstə 114 gələndə yazıram 0,136 üstə 0,14 bərabərdir 16 üstü 0, 5, 0. Yəni 16 üstü 0,5. 16-nı da biz 2 üstü 4 yazsaq, vururam 0,5-ə. Qüvvət qüvvətə vurulur, olur 2. Bu da bizə 4 verir, D variantı. 69-cu sual. Düzbucaqlının diaqnallarının sayını tap. Düzbucaqlının 2 dənə məlum 2 diaqnalı var. B variantı. 70-ci sual. BA-nın alt çoxluğudur. Biz bunu şəkildə belə göstərə bilərik. Bu bizim üçün B çoxluğudur. Bu da bizim üçün A çoxluğudur. BA-nın alt çoxluğudur. A çoxluğunun elementlərinin sayı 9-dur. B çoxluğunun elementlər sayı 4-dür. B-nin elementlər sayı 4-dürsə, ümumilikdə A-da 9 element varsa, onda A ilə B-nin fərqinə düşür 5 element. Bizə nə deyir? A çoxluğundan təsadüfən seçilmiş 2 elementin A çoxluğunda cəmi 9 element olduğu üçün 9 elementdən ikisi seçilir. 2 elementin A fərq B çoxluğuna daxil olması. Yəni, bax, bu rənglədiyim yerdən olması ehtimalını bizdən soruşur. Burada da fərq 5 olduğu üçün kombinizon 5 elementdən 2. Kombinizon 5 elementdən 2, elə 5 vur 4 bölünsün 2 deməkdir. Kombinizon 9-dan 2, 9 vur 8 bölü 2 deməkdir. Olur 10. Bu da 9, 4-ün 36. 2 ixtisar gedəndə 18-də 5. 71-ci sual yuxarıdaydı. Səhifələrin yeri biraz qarışıqdır. 71-ci sual. 4-cü rübdə yerləşən A nöqtəsindən, 4-cü rüb buradır, A nöqtəsindən absiz oxuna qədər məsafə 4-dür. Absiz oxuna qədər məsafə deyirsə, o buradır, 4-dür. Ordinat oxuna qədər məsafə isə 6-dır. Ordinat oxuna qədər məsafə buradır, 6-dır. Bizdən A nöqtəsinin koordinatlarını soruşur. 4-cü rübdə olduğu üçün biz görürük ki, absis burada müsbət 4-dür, amma ordinatımız, daha doğrusu absisimiz müsbət 6 olacaq. Ordinatımız isə aşağıda olduğu üçün, yəni bu məsafədən söhbət gedir. Bura mənfi 4 nöqtəsidir, 6, mənfi 4C variantı. Bir də baxaq, A nöqtəsindən absis oxuna qədər məsafə 4-dürsə, deməli ordinat mənfi 4-dür. Ordinat oxuna qədər məsafə 6-dırsa, deməli absis müsbət 6-dır. 72. Bucaq C 90 dərəcədə kosinus alfa vur tangens beta. Kosinus alfa vurulsun tangens beta.
Kosinus alfa nəyə bərabərdir? Düz bucaqlı üç bucaqda bitişik katetin hipotenuza nisbətdir. Yəni alfa bucağına bitişik katet A-dır, hipotenuz C-dir. Tangens beta. Beta'nın qarşısındakı katetin bitişik katete nisbətidir. Yəni A-nın B-yə nisbəti. Burada da olur A kvadrat bölünsün B, C, B variantı. 73-cü sual. Kosinus 20 dərəcəni A verib, sinus 10 dərəcəni soruşur. Kosinus 20 dərəcə, biz bilirik kosinus 2 alfa kimi buna baxsaq, kosinus kvadrat 10 dərəcə çıxılsın, bu sinus kvadrat 10 dərəcədir. Kosinus kvadrat 10 dərəcəni də 1 çıx sinus kvadrat 10 kimi yazsaq, kosinus kvadrat 10'u biz 1 çıxılsın sinus kvadrat 10 yazırıq. Çünki onların kvadratları cəmi 1 idi. Burada olar 1 minus 2 sinus kvadrat 10 dərəcə. Yenidən yazıram. 1 çıxılsın 2 sinus kvadrat 10 dərəcə bərabərdir A-ya. Çünki bu kosinus 2 alfa bizdə A, 20 dərəcə bizdə A-dır. Buradan sinus kvadrat 10 dərəcəni tapsaq, olar 1 çıxılsın A bölünsün 2. Sadəcə buradan kök almalıyıq. 10 dərəcə birinci rübün bucağı olduğu üçün sinus 10 dərəcə bərabərdir. Olacaq 1 minus A bölü 2, amma kökün altında müsbətdir. Birinci rübdə müsbət olduğu üçün 1 çıxılsın A bölü 2. Sonra 74-cü sual. Oturacağının perimetri 15, yan tili 9 olan düz prizmanın yan səthinin sahəsi. Prizmanın ümumiyyətlə yan səthinin sahəsi pH idi. Oturacağın perimetrini 15 verib. Yan til düz prizmada hündürlük elə yan tilə bərabərdir. 15 vurulsun 9. 9 5'in 45 4 yadda 135. Uzunluğu 500 və səhv eləmədik ki. Uzunluğu 500 və 300 olan iki tuneldən birincinin son nöqtəsi ilə ikincinin başlanğıc nöqtəsi arasındakı məsafəni görürük 15 kilometr. Yəni 1500 metrmiş bura. Uzunluğu 200 metr və sürəti 64 olan qatar birinci tunelə girməyə başladığı andan neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxar. Tamamilə çıxarsa o gəlir elə bir ki, həmin qatar olur burada. Onda buradakı ümumi məsafəmiz 200 metr, üstə gəl 500 metr, üstə gəl həmin o 15 kilometr, üstə gəl bir növ 300 metr və bu şəkildə olacaq. Əslində bu 200 metr sondakı 200 metr idi. 200 metr, 500 metr, 700, 700 o da 300, 1000 metr, o da 1 kilometrdir. Cəm olur 16 kilometr. Deməli bizim yolumuz 16 kilometr olur. Sürətimizi də verib bizə 64 kilometr böl saat. Bizdən zamanı soruşur. Zaman bərabər S bölünsün V'dir. 16 bölünsün 64, o da 4'də 1'dir. Sadəcə dəqiqə soruşur. Dəqiqəmiz 1 saatımız 60 dəqiqə olduğu üçün bura saat alınır. 4'də 1 bir dəqiqə. Bu saat idi. 4'də 1 60'a vururuq. Bu da 15 dəqiqədir. 76-cı sual. Loqaritma 2 əsasdan. Deməli, burada biz nə edirik? Loqaritma 2 əsasdan x-ə bir t əvəzləməsi aparıram. Onda mötərizənin içərisi olacaq. T'nin kvadratı çıxılsın. 3t üstə gəl 4 bərabərdir. 2 üstü 3 loqaritmanın qaydasına görə mötərizənin içərisində yazılan ifadə bərabərdir 2'nin kubuna, yəni 8'ə. T kvadrat çıxılsın 3t çıxılsın. Deməli bu 4, 8'dən 8 keçir sola olur mənfi 8, 4'dən 8 çıxandır mənfi 4 bərabər 0. Bunun da vuruqları t çıxılsın 4, t üstə gəl 1'dir bərabər 0. 1 kök 4 olur, digər kök mənfi 1 olur. Sadəcə biz əvəz etmə aparmışdıq. Ona görə loqaritma 2 əsasdan x bərabərdir 4'ə. Buradan x bərabər 2 üstü 4, yəni 16. Həmçinin loqaritma 2 əsasdan x bərabərdir mənfi 1, x bərabər 2 üstü mənfi 1, yəni 2'də 1. Bizdən köklər hasilini soruşur. 16'nı 2'də 1'ə vuranda 8. Səhv etmədik ki. Belə. 76, 77'nin son hardadır? 77-ci sual. Bu bərabərsizliyin tam həllərinin cəmi. Bunu vuruqlara ayırsaq, bu x çıxılsın 7, x üstə gəl 1 şəklində vuruqlara ayrılır. Köklərimiz mənfi 1 və 7'dir. Məsələn 8 versək bu x-ların yerinə müsbət cavab alarıq. Mənfi 1 ilə 7 arasında 0 versək x-ların yerinə mənfi olar, sonra müsbət olar. Və bizdən mənfi hissəni soruşduğu üçün cavabımız mənfi 1-dən 7'yə qədərdir. Buradakı tam həllərin cəmi yazılıb burada görünür. Tam həllərin cəmi 2, 3, 4, 5, amma 6 da var idi burada. 6'nı da götürməliyik. 2, 3, 4, 5, 6. Cəm soruşur. 2 üstə 3, 5, 5 üstə 4, 9, 9 üstə 5, 14, 14 üstə 6, 20. Cavabımız 20. 78-ci sual. Burada nə edirik? Loqaritma 2 əsasdan kök açırıq. 14 üstə gəl.
2 loqaritma 3 əsasdan. Loqaritma 110 deməkdir. Daha doğrusu loqaritma 102 deməkdir. 7 üstə 2 gələndə 9 olur. Kök altında 9 da bizə verir 3. Oldu loqaritma 2 əsasdan 14 üstə gəl. 3 əsasdan 3 1-dir. 2-ni 1-ə vuranda 2. Buradan da alınır loqaritma 2 əsasdan kök altda 16. Loqaritma 2 əsasdan 16-dan kök 4 çıxır. Bu da bizə verir 2. Bunlar qapalı sualların cavabları idi. Sağ olun.